7 yaşdan 14 yaşa qədər olan mərhələ onların ədəbləndirilmə mərhələsidir. Bu yaş dövrü şübhəsiz ki, yaxşını pisdən, doğrunu yanlışdan ayırd etmə yaş dövrüdür. Onların idrak etmə və həmçinin ağıllarının inkişaf etdiyi və fəhmlərinin inkişaf etdiyi yaş dövrüdür. Valideynlərin bu mərhələdə üzərinə vacib olan nədir? Onların ağıllarını tərbiyə etməsidir. Bəzi valideynlər tərbiyə edəndə bir çoxunun zənn etdiyi nədir? Onların yeməyi, içməsi, geyimi bu məsələlərdə tərbiyə etmək. Yox, bundan daha mühüm olan isə onların ağıllarını tərbiyə etmək lazımdır. Əxlaqlarını tərbiyə etmək lazımdır ki, hətta onların əxlaqları gözəl olsun. Onları pisdən çəkindirərək, yaxşıya yönəltmək, gözəl ədəb və əxlaq üzərində tərbiyələndirə bilərik Allahın məfəvəti ilə. Anaların, ataların, tərbiyəçilərin mərhələsi mühümdür. Onların mərhələsi gəlir əsas. Hansı ki, onlar əgər övladlarında gözəl əxlaq görərlərsə, ona görə Allaha həmd sənə etməlidirlər, şükür etməlidirlər. Əgər övladlarında hər hansısa bir pis əxlaq görərlərsə, onlar gözəl şəkildə, yumşaq şəkildə davranaraq övladlarını o pis əxlaqdan yaxşıya yönəltməyə çalışmalıdırlar.